İndi misal üçün rəhbərlərin daha çox çəkilməsi birbaşa bunu elə Emin Ağalarevdə da görürük ki, misal üçün ancaq öz brendini daha çox inkişaf elətdirir və mütəmadi olaraq sima olaraq görsənir. Bəzi şirkətlər sima olaraq başqalarını dəvət edir, amma bəziləri isə özləri çıxış edir. Mən düşünürəm ki, şirkət rəhbəri özləri çıxış etsə daha produktiv olar. Yox, necədir? Yəni sizin fikriniz buna necədir? Mən də onun tərəfdarıyam. Məsələn, mən də qurduğum şirkətdə də, bir pozitiv şirkətdə mən daha çox özüm çəkilməyə çalışıram videolarda və gələn sual budur. Siz özünüz qurmusunuz şirkəti. Yəni siz idarə edirsiniz bəlkə kiminsə başqadan var arxa fonda. Deyirəm yox. Çünki bizim cəmiyyət buna hazır deyil də ki, yəni rəhbər. Çünki burada faktorlar var. Nitq təlimi almalıdır, səlis danışmalıdır, özünü daha rahat hiss etməlidir. Yəni çəkinməməlidir, həyəcan olmamalıdır. Bu da bizim rəhbər şəxslərdə yoxdur əslində. Yəni auditoriya qarşısına çıxış etmək, idarə etmə var, tamam, menecment yaxşıdır, amma insanlar qarşısına çıxış etmək, insanları ələ almaq, onlarla davamlı danışmaq, demək, gülmək bu insanlara yoxdur. Məsələn, Emin Ağalarevin etdiyi gedir işçinin otağını göstərir. Baxın görün necə rahat yaşayır, amma əslində onu bu səmimidir. Yəni insanlar deyir ki, necə ola bilər? Bir rəhbər gəlib öz işçisinə deyə bilər ki, sənin nə qəşəng otağın var, 3 otağın var sənin burada. İnsanlar belə qəribə gəlir və izləməyə çalışır. Yoxdur Azərbaycanda belə bir şey. Əslində rəhbər bu olmalıdır. Yəni insanlar çünki həmişə axtarırlar ki, filan şirkət qoy bir dənə rəhbərin görüm kimdir, axtarırlar. Tapandır ki, hə bu şəxsdir, hə nə qaşqabaq adamdır. Elə görür axı sosial şəbəkə. Amma realda mən heç belə təsəvvür etmədim. Çünki insan psixologiyasıdır. Yəni ilkin nə görürsə onu qəbul edir ki, bəzən bizdə o deyir ki, suyu şirin gəlmədi. Bu bəyənmədim bunu. Mən əsas suyu şirin gəlmədi. Mən ünsiyyət qura bilmərəm də bu şəkildə. Enerji ala bilmərəm. Ona görə bizdə rəhbər şəxslər əslində gələ bilərlər sosial şəbəkə. Sadəcə onların indiki vəziyyətdə çəkinlikləri budur ki, nitq təlimi ala bilmirlər, amma nitq təlimi almalıdırlar, səlis danışsınlar. Bir də auditoriya qarşısına rahat çıxış edə bilsin. Yəni utanmasın ki, mən kostyumda olmasam, yəni heç kim mənə pis baxmayacaq ki, kostyum həmişə geymiş. İndi smokingdən çıxıb da. Bəs çox görürük ki, məsəl üçün bu blogerləri, nə bilim, filan food bloger, o bloger, bu bloger dəvət edirlər sənin kontentini o reklam eləyir və yaxud da hansısa bir müğənni, rejissor sənin işini reklam eləyir. Bu necə dəyərləndirilir? Məsələn, bu doğrudur yoxsa yanlışdır? Gəlmələri. Deyim ki, aktyor gəlir, bizim reklam eləyir, çıxır gedir. Bayağı bir qanallar qalır və çıxır gedir. O da bizdə əslində influencer marketinq olaraq əslində yanlış yoldadır. Niyə? Çünki Avropada, ABŞ-da necə işləyir influencer marketinq? Şirkətlər həmişə promokod verir. 5%, 7%. Yüksək faiz vermirlər ki, yəni məsələn tutalım bir məhsul $100 alanda 5% endirim verir sizin izləyicilərə və sizə də tutalım ki, hər satışdan 5%, 10% verəcək. Və influencer artıq özünə bir məsuliyyət hiss edir ki, mən həqiqətən tutalım mənə bir kompüter, laptop veriblər, mən həqiqətən bunu işlədim və bunun müsbət və mənfi cəhətlərini qeyd edim. Amma bizdə necədir? Influencer Mac işlədir, Apple işlədir, amma deyir ki, mən Lenovo işlədirəm və orada sadəcə bir dənə orada yazı yeri düşür. Amma gündəlik həyatında onu işlədir, yox. Və insanlar artıq inanmırlar blogerlərə və demək olar ki, effekti yoxdur. Çünki nə qədər üzdə görünsələr də, nə qədər çox izlənmələr gəlsə də insanlar inanmır. Və məsəl üçün bu çantam da var. Çantam bir xanımındır, Azərbaycan markasıdır. İndi onunla başlamışıq işləyirəm. Mən görüşdə yerində çantanı götürürəm və ona da tövsiyə edirəm ki, elə bir şəxslərə çantanı hədiyyə edin ki, yəni həqiqətən əməkdaşlıq edəndə effektiv olsun. Yəni oradan sizə müştəri gəlsin. Yoxsa influencerə küllü miqdarda pul verəndə onu bir dəfə videoda göstərir, xalq xətir qalmasın deyə. Çünki bizdə belə bir şey var ki, öz istəklərini bilmirlər. Mənə məhsul gətirsinlər, mən onu çəkim paylaşım, amma heç bir effekti olmur. Çünki məsuliyyət yoxdur da, pulumu almışam, çəkmişəm, məndən bitdi. Mən işimi göründüm. Amma məsələ o deyil axı. Məsələ influencer nə deməkdir? Yəni gətirir, cəlb eləyir və bunu satmağa çalışır. Yəni satan var, alıcı da var. Amma bunların arasında bir marketinq olmalıdır, bağ olmalıdır. Bağ da influencerdir və bizdə əfsuslar olsun ki, bu doğru istiqamətdə getmir və xaricdə bu platformalar var hətta ki, siz müraciət edirsiniz influencer kimi səhifəyə baxırlar və deyirlər ki, tamam və siz oradan şirkətlərə sorğu göndərəsiniz. Onların da orada faizi maksimum 7%-dir. 2%, 5% bu qiymətləri verirlər və biz daha çox məhsul satmağa çalışırıq. Bir növ makler rolunu oynayır da.